Sosial müdafiə və məşğulluq sayəsində məqsədyönlü və ardıcıl tədbirlər hökumət tərəfindən davam etdirilməkdədir. Qeyd etmək lazımdır ki, son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilmiş, bu islahatlar 4 milyon vətəndaşımızı əhatə etmiş, bu islahatların maliyyə tutumu isə illik əlavə olaraq 7,6 milyard manat təşkil etmişdir. Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əmək haqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14,3% artırılaraq 320 manata çatdırılmışdır. Həmçinin 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılmışdır. Eyni zamanda 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılmışdır. Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1%lik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil etmişdir. Aparılmış islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil etmişdir. Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət xərcləri ötən illə müqayisədə 13%, Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri isə 17% artmışdır. Görülmüş işlərin məntiqi nəticəsi olaraq növbəti ildə dövlət büdcəsində sosial yönümlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edəcəkdir. Sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur. Son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcmi 2,2 dəfə artmışdır. Yəni 7,8 milyarddan 16,9 milyarda çatmışdır. Bununla yanaşı 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur. Son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi 2,1 dəfə, 2,3 milyard manatdan 4,8 milyard manata çatdırılmışdır. Hörmətli deputatlar, müvafiq layihə növbəti üçün ölkənin iqtisadi və sosial inkişafı, məşğulluq imkanları, demoqrafik vəziyyəti və əmək ehtiyatları proqnozlarına əsaslanaraq tərtib edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz göstəricilərindən 705,7 milyon manat və ya 9,3% çoxdur. Fondun 2026-cı il üçün gəlirlərinin 79,2%-ni və ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxil olmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üzrə daxil olmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edəcəkdir. Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxil olmalar 3,6% və 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə isə daxil olmalar 13,1% və ya 520,3 milyon manat artımla proqnozlaşdırılmışdır. 2026-cı ildə fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş transfer məbləğindən 100 milyon manat və ya 6,3% çoxdur.
Onu da qeyd etmək lazımdır ki, dövlət büdcəsindən transfertin, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır. Vurğulamaq istərdim ki, növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsində fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsaitin növbəti ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur. Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır. Bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərclərlə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşməsi ilə bağlı xərclərin payına düşür. İşsizlər Sığorta Fondunun 2026-cı il üçün büdcəsi tərtib edilərkən ölkə başçısı tərəfindən təsdiq edilmiş Azərbaycanın 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının və 2030-cu ilə kimi məşğulluq strategiyasının icrası əsas götürülmüşdür. Büdcə layihəsinə əsasən İşsizlər Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricilərindən 31,9 milyon manat yaxud 15,5% çoxdur. İşsizlər Sığorta Fondunun gəlirlərinin 236,6 milyon manatı yaxud 99,3% işsizlər sığorta haqları üzrə yığım hesabına formalaşacaqdır ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və yaxud 15% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxil olmalar 51,9 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 28,1 milyon manat çoxdur. Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəricilərlə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxil olmalar 4,3%, qeyri-büdcə sektoru üzrə daxil olmalar isə 18% artımla proqnozlaşdırılır. Fondun maliyyə mənbəyinin 28,1 milyon manatlıq və ya 10,5%lik hissəsini fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərin maliyyələşməsinə yönələn vəsait təşkil edəcəkdir. Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və yaxud 2,2% çoxdur. Proqnozlaşdırılan xərclərin 77 milyon manatı özlə məşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişinə, 1,5 milyon manatı peşə yönümlü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əmək haqqının bir hissəsinin maliyyələşməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və 1 milyon manatı digər aktiv məşğulluq tədbirlərin təşkilinə yönəldiləcəkdir. Ümumilikdə 2026-cı ildə İşsizlər Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. Qeyd etmək lazımdır ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və iş axtaran şəxslər işlə təmin edilmişdir. 2026-cı ildə isə
170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək verilməsi gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünə məşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və işsizdən sığorta fondunun büdcəsi xərclərinin 29%-ni təşkil edəcəkdir. Növbəti ildə işsizdən sığorta fondunun vəsaiti hesabına 8.000, Dünya Bankı layihəsi çərçivəsində isə 7.000 nəfər olmaqla ümumilikdə 15.000 ailənin özünə məşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyin artırılması məqsədi ilə yeni zərflərin tətbiqinə başlanacaqdır. 2026-cı ildə işsiz və iş axtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədi ilə 17.500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris mərkəzləri tərəfindən reallaşdırılması planlaşdırılır. Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kursları Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilərək həyata keçirilir. Eyni zamanda 2026-cı ildə 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması və 135 peşə və kvalifikasiya standartının yenilənməsi həyata keçiriləcəkdir. Əhalinin məşğulluğunu dəstəklənmək üçün işə götürənlərlə əmək haqqının birgə maliyyələşməsi mexanizmi genişlənəcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına 1500 iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur. İşə düzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. Tələbə və şagirdlərin, habelə onların valideynlərin, İş axtaran və işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşmasına, karyera hədəfinin müəyyənləşməsinə dəstək və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləri aparmaq məqsədi ilə təşkil olunan peşə yönü məsləhət xidmətləri ilə əhatə olunan şəxslərin sayı növbəti ildə 230 mindən çox olacaqdır. Hörmətli deputatlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə digər məsələlər haqqında da çox qısa məlumatı sizə təqdim eləmək istəyirəm. Qeyd etmək istərdim ki, dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə 2 milyard 834 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari il üzrə ayrılan vəsait ilə müqayisədə 112 milyon manat və ya 4% çoxdur. Bu vəsaitin 97% və ya 2 milyard 751 milyon manatı əhaliyə ödənişləri sərf ediləcəkdir ki, bu da cari ilə müqayisədə 151 milyon manat və ya 5,8% çoxdur. Belə ki, müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat, ümumi dövlət sosial yardımı proqramının maliyyələşdirilməsi üçün 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə xərclər üçün isə 141,7 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd edək ki, növbəti il üçün yaşayış minimum və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata, yəni 5,3% artırılması da proqnozlaşdırılmışdır. Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat vəsait nəzərdə tutulmuşdur. Həmçinin şəhid ailələri, müharibə əhlilərinin mənzillə təminatı proqramı üçün növbəti ildə 50 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. Hörmətli deputatlarımız, göründüyü kimi hökumət tərəfindən 2026-cı ildə də əhalinin hər tərəfli sosial müdafiəsi, əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində kifayət qədər yaxşı maliyyə mənbələri formalaşdırılmışdır və 2018-ci ildən başlanan geniş miqyaslı sosial islahatlar proqramına uyğun olaraq bu tədbirlər 2026-cı ildə də davam etdiriləcəkdir. Qeyd olunanları nəzərə alaraq sizlərdən hər iki büdcə layihəsinə səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.